Sərgidə dövlət və özəl sektorun nümayəndələri, müxtəlif müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər. Tədbirin əsas məqsədi tələbə və məzunların əmək bazarına inteqrasiyasını sürətləndirmək, onların məşğulluq imkanlarını genişləndirmək və işə götürənlərlə birbaşa əlaqələrinin qurulmasına şərait yaratmaqdır. Karyera sərgisində təmsilçi kimi işləyirəm. Deməli, hal-hazırda vakant yerlərimiz var. Avtokar sürücüsü, etiket vuran maşın operatoru, laborant və mühasib yerləri üzrə vakant yerləri çıxartmışıq. Hal-hazırda müraciətimiz 20-dən çoxdur, amma hal-hazırda qeydiyyat olaraq 18 nəfər qeydiyyat edib. Daha çox sənədləşmə işləri üzrə mütəxəssisdir, mühasib vəzifəsində. Bunlara daha çox üstünlük verildiyindən daha çox müraciət olunubdur. Karyera sərgisi çərçivəsində iştirakçılar mövcud vakansiyalar, təcrübə proqramları və karyera inkişafı imkanları ilə yaxından tanış olur, potensial işə götürənlərlə görüşərək peşəkar əlaqələrini genişləndirmək imkanı qazanırlar. Hal-hazırda istehsalat sahəsi olduğuna görə Badamlı Mineral Suları MMC elektronika, laborant, kimyəvi və bioloji analiz aparan laborant, makina mühəndisi, paketləmə maşın operatorları və müddətli əmək müqaviləli fəhlə, müddətli əmək müqaviləli işləyici vəzifələri üzrə vakansiyalarımız olubdur. Hal-hazırda 15-dən çox müraciətimiz var və 8 nəfər qeydiyyata düşüb. Bəzi müraciətlərdə mail üzərindən olacaq. Ləzzət Şirkətlər qrupu 10 vakansiya paylaşıb, hansı ki, Ləzzət Qida Sənaye MMC-nin tərkibində 3 dənə, Ləzzət Broilerin tərkibində 2 ədəd, Ləzzət Biskvit Şokolad Fabrikində 4 ədəd və Ləzzət Bəlkə Bazar MMC-də 1 ədəd. Ümumilikdə 10 dənə vakansiya ayrılıb. Onlar üzərindən dünən və bugün cəmdə hal-hazırda 12 CV götürülüb. Onlardan 4 dənəsi mail üzərindən müraciət edib, qalan 8 nəfəri CV-lərini bizə veriblər. Naxçıvanda keçirilən karyera sərgiləri son illərdə tələbə və məzunların iş imkanlarının artırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də ixtisaslı kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həsən Məmmədov, Məryəm Bababəyli, Cəmil Məhərrəmov, NTV Xəbər.